Fevral, şəxsi alilik. 1 fevral, düşüncələrini inkişaf etdirmək üçün kifayət qədər vaxtın olmadığını demək, avtomobil idarə etdiyin halda qaza basmağa vaxtının olmadığını demək qədər mənasız səslənir. Sonda bunun fəsadları ilə mütləq üzləşəcəksən. 2 fevral, düşüncələr canlıdır, enerji boğçasıdır. Biz yaşayırıqsa onlar da yaşayır. İnsanların çoxu düşüncələri üzərində riyazi hesablamalar aparır. Düşünmə tərzinin keyfiyyəti sənin həyat keyfiyyətini müəyyən edir. Düşüncələrin həyatını formalaşdırır. Sənin taleyini, diqqətinin nəyə cəmlənməsi müəyyən edir. 3 fevral, bircə dənə də olsa mənfi düşüncən varsa, dəbdəbəli həyata qovuşa bilməyəcəksən. Mənfi düşüncə embriona bənzəyir. Başlanğıcda balaca olsa da, günü-gündən böyüyür. Tezliklə o istədiyini səndən alacaq. Sənə faydası olan şeylərlə qidalanmağı bilir. 4 fevral, xəbərdarlıq dəyişiklikdən əvvəl gəlir. Həyatında hansısa dəyişiklik etməzdən qabaq bu haqda siqnal alırsan. Bundan sonra artıq o dəyişiklik üzərində diqqət cəmləməlisən. Ətrafına məlumat hasarı hörməlisən. Zəif nöqtələrini bilməsən, onları aradan qaldıra bilməzsən. 5 fevral, zamandan ən yaxşı istifadə bu dünyaya daha çox parlaqlıq gətirə bilmək üçün ağlını, ürəyini, bədənini və ruhunu inkişaf etdirməkdir. Daxili dünyamızın bu 4 üzvünü oyandırmaq görə biləcəyimiz ən yaxşı işdir. Zahiri əzəmətimiz daxili kamilliyimizlə formalaşır. Zahiri əzəmətimiz daxildəkindən böyük ola bilməz. 6 fevral, sən öz xəyal dünyana, öz təsəvvürlərini film səhnəsi kimi canlandırmağa imkan verdiyin zaman həyatında füsunkar şeylər baş verəcək. Einstein deyirdi, təxəyyül bilikdən daha vacibdir. Hər gün bir neçə dəqiqə belə olsa, yaradıcı düşüncənin məşqi ilə məşğul ol. Bütün xariqüladə hadisələrin reallaşması arzulamaqla başlayır. 7 fevral, beləliklə artıq çoxumuz diqqətimizi fiziki səyahətlərimizə deyil, daxili səyahətlərimizə ayırırıq. Bir çox insan üçün səyahət artıq maddi anlamını itirib və daxili məsələyə çevrilib. Biz uğura açılan qapının maddiyyatla deyil, mənəviyyatla bağlı olduğunu anlayırıq. Ən böyük xəzinələr daxilimizdə gizlənir. Qlobal bir cəmiyyət olaraq biz indi ruhlarımızın ehtiyacları haqqında daha çox şey düşünməyə başlayır və şəxsi inkişafımıza daha çox vaxt ayırırıq. Daha mərhəmətli və mehriban olmaqla gələcək nəslə miras qoyuruq. Uğur vacibdir, lakin onun mənalı olması daha böyük əhəmiyyət daşıyır. 8 fevral, duyğular daxilimizə açılan qapılardır. Onlar olduğu kimi qəbul edilməli və bütünləşdirilməlidir. Duyğular əhəmiyyətli məlumat daşıyıcılardır və tam olaraq tədqiq edildikdə özünlə olan münasibətlərini inkişaf etdirməyə kömək edir. 9 fevral, zehnin inkişaf etdikcə heç vaxt görmədiyin və anlamadığın şeyləri qavramağa başlayacaqsan. Daxilimizə boylanmadıqca nəyi bilmədiyimizi anlamırıq. Daxilimizdəki hər şey çox gözəldir. Sənin üçün açılan bu qapı səni inanılmaz yerlərə aparacaq. 10 fevral, həqiqətən də xarici dünyanı inkişaf etdirmək istəyirsənsə, bura iş həyatın, digər insanlarla olan münasibətin və ya maliyyə məsələləri aiddir. İlk növbədə daxili dünyanı nizamlamalısan. Bunu etmək üçün ən uğurlu üsul davamlı özünü inkişaf etdirmə təcrübəsidir. Özünü idarə edə bilmək həyat ustalığının DNT-sidir. Əzəmət daxili aləmin oyunudur. 11 fevral, cəmiyyətimizdə çox vaxt cahil insanları zəif adlandırırıq. Ancaq bilik çatışmazlığı yaşayan və bunu aradan qaldırmaq üçün təlimat axtaran insanlar hikmət yolunu başqalarından daha tez tapmağa müvəffəq olurlar. 12 fevral, Buddizm məktəbinin zen ənənəsi yeni başlayanlar üçün bunları deyir. Şuuru yeni ideyalara açıq olanlar həmişə uğur və nailiyyətlərin daha yüksək səviyyələrinə yüksələ biləcəklər. Heç vaxt əsas sualları verməkdən çəkinməyin. 13 fevral, qorxu ehtiyatlı olmadıqda enerjimizi, yaradıcılığımızı, ruhumuzu asanlıqla tükəndirən həyat vərdişidir. Qorxu baş qaldırdığı andaca onu məhv etmək lazımdır. Bunun ən asan yolu qorxduğun bir şeyi etməkdir. Dərhal. 14 fevral, qorxunun anatomiyasını anla. Bu sənin öz beyninin məhsuludur. Adətən qorxduğumuz şeylər heç vaxt başımıza gəlmir. Onda niyə qorxularının həyatını ələ keçirməsinə icazə verirsən? 15 fevral, bəşəriyyətin bütün uğurlarına, dünyadakı inkişafa, odun kəşfindən tutmuş kompüterlərin ixtirasına qədər kütləni dinləməyən,
doğru hiss etdiyi işləri görən, qorxuları ilə mübarizə aparan, cəsarətli insanların vasitəsilə nail olunub. 16 fevral. Cəsarətli addım atmaq qorxunu təhrik etməkdir. Lakin cəsarətli həm də daha həyat dolu yaşamaq deməkdir. Biz cəsarətli addımlar atarkən həyatımızın hələ tanımadığımız yerlərinə baş çəkərkən daha həyat dolu oluruq. Böyük cəsarətli addımlar, böyük həyat. Kiçik cəsarətli addımlar, kiçik həyat. 17 fevral. Niyə möhtəşəmliyini təxirə salırsan? Arzularını həyata keçirmək və həyatının poetik imkanlarını adlamağın üçün bundan yaxşı vaxt olmayacaq. Niyə bugün başlamayasan? 18 fevral. Hər birimiz həyatımızla bağlı bir hekayə yaradırıq. Bunu özümüzdən başqasına danışmasaq belə. Bəziləri üçün bu hekayə sadəcə nələrinsə uğruna özünü fəda etməkdən ibarətdir. Qurban olmaq çox asandır. Belə olduqda həyatının necə görünməsi ilə bağlı heç bir məsuliyyət daşımırsan. Yolunda getməyən şeylərə görə, dəyərləndirmədiyin fürsətlərə görə hamını günahlandırırsan. Özünü sorğulamaq isə ağlına belə gəlmir. Özünü qurban hesab edirsənsə, gücündən səni bu hala qoyan nəsnələrə qarşı istifadə edirsən. Bu aciz həyat yaşamaqdır. 19 fevral. Fərdi dəyişmək yarış deyil. Bəzən dəyişmək üçün nə qədər çox çalışsan, bir o qədər gec dəyişərsən. Bir çox insan özünü kəşfə çətin idman yarışı kimi baxır. Şəfa almaq üçün sürətlə şığıyır. Kitab dalınca kitab, bələdçi dalınca bələdçi, seminar dalınca seminar dəyişirlər. Mübarizə apardıqları böyük sualların cavabını tapmaq istəyirlər. Lakin həyatının sirlərindən agah ola bilməyən, şəxsi inkişaf prosesindən zövq ala bilməyən şəxslər qorxuya düşənlərdir. 20 fevral. Gün ərzində nə düşünürsənsə, osan. Həm də gün ərzində özünə dediyin sözlərsən. Yorğun və yaşlı olduğunu deyirsənsə, bu mantra sənin reallığına çevriləcək. Zəif və həvəssiz olduğunu düşünürsənsə, bu da sənin təbiətində öz əksini tapacaq. Yox, əgər sağlam, dinamik və canlı olduğunu deyirsənsə, həyatın tamamilə dəyişəcək. Sözlər müstəsna gücə malikdir. 21 fevral. Haqqında təsəvvürün olmayan zəifliyi heç vaxt aradan qaldıra bilməzsən. Mənfi vərdişə qalib gəlməyin ilkin mərhələsi onu aydınlaşdırmaqdır. Dəyişməyə çalışdığın vərdişi müəyyən etdikdən sonra asanlıqla onu daha faydalı bir vərdişlə əvəzləyə biləcəksən. Kölgə işıqda məhv olduğu kimi zəiflikləri də şuurun işığında məhv etmək lazımdır. 22 fevral. Qorxu insanların cılız, yalançı həyat yaşamasına səbəb ola bilən əsas amildir. Qorxuların çoxu əslində illüziyadır. 23 fevral. Azadlıq ev kimidir. Onu kərpic-kərpic hörürsən. İlk qoymalı olduğun kərpic iradədir. Bu keyfiyyət hər hansı bir anda düzgün olanı seçməyə təşviq edir. İradə sənə cəsarətlə hərəkət etmək üçün güc verir. O, sənə yaşadığın həyatı olduğu kimi qəbul etməyi deyil, təsəvvür etdiyin həyatı yaşamaq imkanı verir. İntizam peşmanlıq duyğusunun qarşısını alır. 24 fevral. Ağıl, planlaşdırma, keçmiş səhvlərdən dərs götürərək onu təkrarlamamaq üçün imdadımıza yetişən gözəl vasitədir. O, həyat dərslərindən nəticə çıxarmağına və savadlanmağına yardım edəcək. Lakin çox insanın etdiyi kimi ondan publikaya oynamaq üçün istifadə etmək lazım deyil. Qəlbinlə ağlını tarazlamağa çalış. Əsas idarəçiliyi ürəyinə həvalə et. 25 fevral. İnsanların çoxunu düşündürən məsələ uğursuzluqdan doğan mənfi nəticələr və niyə hərəkətə keçməməli olduqlarıdır. Ağlımız bizə tez-tez mane olur. 26 fevral. Uğurlu həyatın əsl həqiqətlərindən biri belə ifadə edilə bilər. Fikirlərin sənin dünyanı formalaşdırır. Nəyə diqqət cəmləyirsənsə, o böyüyür, nə düşünürsənsə, o şaxələnir, nə yaşayırsansa, o sənin taleyini müəyyən edir. Həyat özü-özünü formalaşdıran bir öngörüdür. Ondan nə gözləyirsənsə, onu da verir. Ətrafına yaxşıca diqqətlə bax. Fikirlərin ünsiyyətdə olduğun insanlar, oxuduğun kitablar, istifadə etdiyin sözlər və gündəlik fiziki fəaliyyətinlə şəkillənir. Daha yaxşı yaşamaq və işləmək üçün addımlar atmağa başladıqda, qısa müddət ərzində düşüncəndə və hisslərində inkişafa doğru dəyişiklik olduğunu hiss edəcəksən. 27 fevral. Həyatdan istədiyini almaq üçün hər saat, hər dəqiqə hazır və şuurlu olmaq lazımdır. Ancaq bir çox günlərdə ağlımız qeyri-iradi, eyni vaxtda 10 fərqli yerdə olur. İşə gedərkən gəzintimizdən həzz almaq yerinə, ofisə çatdığımızda müdirin bizə nə deyəcəyini, nahara nə yeyəcəyimizi,
övladımızın bu gün məktəbdə nə edəcəyini düşünürük. Ağlımız hiyləgər, balaca küçüklər və ya şərqdə deyildiyi kimi zəncirdən xilas olan meymun kimi fasiləsiz olaraq ora-bura qaçır. Hazırki səviyyədə məlumatlandırmanın inkişaf etdirilməsi və zehni cəmləməyin həyatına dinclik qatmaqla yanaşı, beynini artıq fikirlərdən də azad edəcək. Bu isə aliliyin başlanğıcı olacaq. 28 fevral. Diqqət cəmləmə qabiliyyəti olmadan mükəmməl və kamil bir həyat mümkün deyil. Hər hansı bir zaman kəsiyindəki fəaliyyətinə cəmləşə bilməsən, hədəflərinə nail ola, xəyallar qura və ya həyatın gözqamaşdırıcı gözəlliklərindən zövq ala bilməyəcəksən. Meditasiya dağların başında oturan rahiblər üçün hər hansı bir etiraz forması deyil. Xeyr, meditasiya dünyanın bəzi ağıllı insanları tərəfindən zehnin tam nəzarətinə nail olmaq və bunun köməkliyi ilə böyük işlər görə bilmək üçün öz imkanlarını ortaya çıxarmağın qədim texnikasıdır. Meditasiya beynimizi məşq elətdirərək onun yerinə yetirməli olduğu funksiyanı nəzərdə tutulmuş şəkildə yerinə yetirməsinə kömək edir. Faydası isə göz qabağındadır. Gün ərzində meditasiyaya ayırdığın 20 dəqiqə günün yerdə qalan bütün dəqiqələrinə təsir göstərəcək. 5000 illik dövrə dayanan beyin intizamının gücünü hiss etməməyin mümkün deyil.